Salam gənclər, hər vaxtınız xeyir olsun. Bu videoda biz başlıqdan gördüyünüz kimi binary options, yəni binary opsiyonlar nədir? Qumardımı, qumardırsa niyə qumardır? Bu haqqda öz fikirlərimi və həmçinin qəbullanmış, yəni doqmalaşmış bir fikirlər var Forex bazarında. Bunları da sizə ötürəcəm inşallah. Əvvəl olaraq başlayaq binary options, yəni binary opsiyonları nədir? Binary opsiyonları sadə dillə desək, hər hansı bir aktivin avro dollar, qızıl, gümüş və s. bu tip aktivlərin müəyyən zaman intervalında yüksələcəyini və ya enəcəyini proqnozlaşdıran bir maliyyə alətidir. Belə deyə bilərik. Trade növü demirəm, çünki bu mənə görə trade deyil. Niyəsin birazdan izah edəcəm. Bir maliyyə alətidir. Bəs burada biz nəyə diqqət çəkdik? Müəyyən zaman intervalında. Yəni bu nə deməkdir? Bizim bir zaman limitimiz var. Zaman limiti nədir? Məsələn, 1 dəqiqəmiz, 30 saniyə, 15 saniyə, 1 saat. Bu necə işləyir? Məsələn, siz hər hansı bir pair götürürsünüz. Onların öz brokerları var. Məsələn, avro dollarda. Bir pair götürdünüz. Avro dolların hal-hazırki qiyməti bizə verir 1.13400. Məsələn, hal-hazırda broker görsənən qiymət odur. Biz düşünürük ki, bu qiymət qalxacaq. Məsəl üçün deyirəm, 1.13500-ə. Düzdürmü? Və ya fərqlənməyən 1.13400-dən yuxarı olacağını proqnozlaşdırırıq biz. Əsas qiymət buradan qalxacaq. Yenməyi hissəsinə məsəl üstündə 1.13300 daşı yenəcək. Düzdür, dediyim kimi bunlara tam hədəf, bunlar ümumiyyətlə hədəf olmur. Sadəcə olaraq yenəcəyin və ya qalxacağını proqnozlaşdırırlar. Burada deyir ki, 1.13400-dən qiymət qalxacaq yuxarı. Nə qədər? 1 dəqiqə ərzində. Və bura artıq nə deyirik? Yuxarı. Yəni buna call deyirlər. Yekun olaraq. Buy limit deyil bunlar ki, buy və ya sell deyil. Bunlar call deyirlər. Call. Call nədir? Yuxarı, alış. Yəni bizim dediyimiz bir növ alış tərzi bir şey, amma yəni bunlar deyir ki, qiymət buradan yuxarı qalxacaq. Binary optionsda belə deyilir. Və digər hissə isə düşüş nədir? Put. Aydındır. Bunu biraz böyük, bunu balaca yazdım. Dəqiqə. Okay. Belirli. Call və put. Aydındır. Məsələn, 1.13400-dən yuxarı qalxacaqsa call açırlar. 1.13400-dən aşağı düşəcəksə put açırlar. Bu belə olur. Yəni binary optionsda metod maliyyə eləyənlər və ya alış-satış deməzdim. Yəni bu işlə maraqlananlar belədir. Bu cür həyat keçirirlər prosesi və məsələn 1 dəqiqəlik bir time frame'imiz olur. Time frame dediğim nə? Yəni bir zaman aralığımız olur, daha doğrusu time frame deyil bu. Zaman intervalımız olur və 1 dəqiqə ərzində biz dedik ki, 1.13400-dən qiymət qalxacaq yuxarı. Bunu əvvəl olaraq qiymətin qalxıb-qalxmayacağını bilə bilərik. Bu normal bir şeydir ki, biz zaten tradingdə bunun üzərinə qazanırıq. Qiymətin A nöqtəsindən B nöqtəsinə qalxıb və ya düşəcəyini belə deyim, analiz edərək, oradan atılan long və ya short əməliyyatlar nəticəsində kar və ya zərər edirik. Yekunda trading budur. Amma burada necədir? Bu deyir ki, al və ya sat yoxdur, call və ya putdur. 1.13400-dən yuxarı qalxacağını proqnozlaşdırırsansa, call verirsən və 1.13400-dən yuxarıda 1 dəqiqə ərzində, 1 dəqiqənin sonunda bağladısa, sən kardasan. Və bunların kar sistemi necədir? Məsəl üçün deyirəm, avro dollara 82%'li bir kar sistemi var. Məsələn, bu nə deməkdir? Siz 100 dollar yatırırsınız, yatırım kimi deməzmi? Yəni 100 dollar qoyursunuz daha doğrusu və əgər proqnozunuz doğru çıxsa, yəni proqnozlaşdırdığınız nədir? 1 dəqiqənin sonunda 1.13400-dən yuxarı olacaq və siz də call açmısınız. Əgər yuxarı olsa, siz 100 dolların 82 dollarını profit olaraq götürürsünüz. 100 dollarınız qalar yerində. Əlavə olaraq 82 dollar sizə profit olaraq yazılır. Məsələn, balansınız 10.000 idisə, olur 10.082 dollar. Bəs lose olsanız, yəni uduzsanız nə olacaq? Uduzmaq necə olur? Siz əgər call verdinizsə 1.13400-dən yuxarı, 1 dəqiqənin sonunda, əgər 1.13400-dən aşağıda bağlısın, yəni siz artıq uduzdunuzsa, itirdinizsə və fərq eləmir. Burada sizin 100 dollarınız gedir. Və burada biz nə görürük? Əvvəl olaraq risk idarəsi yoxdur. Yəni bunlar necədir? 82 dollar profit deyək, gəlir deyə fərq etmir. 100 dollar isə lose. Aydındır. Yəni 82 dollar qazanc əldə edir əgər proqnozu doğru çıxsa, 100 dollar isə itirir. Normal olaraq bunu biz baxırıq ki, burada bir məntiq, heç bir məntiqə uymur. Nəyə görə? Çünki biz qoyduğumuzun %82%-ni, 80%-ni bəzi cütlüklərdə, aktivlərdə 75 falan olur. Yəni çox az bir hissəsini, yəni çox az nəyə görə deyirəm mən burada sizə? Yəni %80 sizə az gəlməsin. Yəni necə deyə bilərsiniz ki, %80 bizim üçün azdır.
Daha doğrusu belə bir şey varmı yəni? Mən bu sözü istifadə edirəm. Yox, %80 az deyil. Yəni %80 normalda real həyatda yaxşı məbləğdir. Amma bu, yəni bu cür hold və call meta hissələrində və yaxud tradingin özünün o al-sat hissəsində yəni bu cür bir şey işləmir. Nəyə görə? Çünki siz risk etdiyiniz məbləğin ən az özünü qazanmalısınız ki, siz yekunda qazancda qalasınız. Düzdür, bu trading deyil. Yeni başdan vurğuluram, amma bu cür başa düşülür. Mən də çalışdığım qədər bu cür izah etməyə çalışıram ki, sizin üçün daha rahat olsun. 82 dollar profitdir, 100 dollar isə loss. Bu birinci bir bunun mənfisidir. Nəyə görə? Çünki biz risk idarəsi yoxdur. 5 əməliyyat açdıq. Əməliyyat da demək olmaz. 5 proqnoz verdik. 5 proqnozun 3-ü karla bağlandı, ikisi zərərlə. 3-ü karla bağlananda, yəni biz artıq qazananda məbləğimiz olur 246 dollar. İtirəndə 200 dollar. Yəni 5 ədəd əməliyyat açdıq. Yəni əstəğfurullah, 5 ədəd proqnoz verdik. Və bizdə ümumi risk etdiyimiz məbləğ nə qədər oldu? 5 dənə 100 dollar bizə verdi 500 dollar. Və həmin 500 dollardan biz nə götürdük bəs? Sadəcə olaraq 46 dollar. O da əgər proqnozumuzun ən az yarısından çoxu doğru gəlirsə. Yəni sizə indi sual verirəm sizin məntiqinizlə. 500 dollar riskə atıb 46 dollara görə 500 dollar riskə atmaq məntiqlidirmi? Belə düşünün. Və yaxud 10 dənə götürək və bunların indi proqnozun düz gəlmə ehtimalının az və ya çox olması var. İndi onu da izah edəcəm necə də bunlarda sistem necə işləyir. Əvvəl olaraq binary options bu cür xidmət verən brokerlar olur. Fərqli adları var. Burada ad çəkməyəcəm. Bilirsiniz də çoxunuz adlarını. Onlar necə? Onlar qapalı bazardır. Yəni necə qapalı bazar? Qiyməti real bazardan almırlar. Yəni özlərinə görə bir qiymət qoyurlar. Bu nə deməkdir? Məsələn, real bazarda avro dolların qiyməti ortalama olaraq fərqli brokerdan broker olaraq dəyişir. Yekunda CME-də qiyməti məsələn 1.13.400, yenə 1.13.400 nə verəcəm. Çünki ekranda da bir də əlavə yazmağa ehtiyac yoxdur. 1.13.400-dürsə əgər. Bunlar məsələn həmin vaxtda qiymət 1.13.400-dən 1.13.450-yə qalxan vaxtı bunlar qiyməti 1.13.350-yə sala bilirlər. Və yaxud fərqli qiymət 1.13.300-ə sala bilirlər. Bu nədir, necə olur və niyə edirlər? Əvvəl olaraq bunlar broker adı altına gedirlər. Broker tam deməzdim, amma yenə də deyəcəm başa düşülməsi üçün. Yəni dediyim kimi bunu götürüb siz Forex-dəki brokerla və ya kriptovalutadakı brokerla eyni saymayın. Brokerda həmin o binary options brokerlarında onlar qapalı bazardılar. Qapalı bazar nə deməkdir? Yəni kənardan müdaxilə olmur. Bunlar öz daxilində işləyirlər. Və bunlar öz daxilində işlədiyi zaman, məsələn, 1.13.400 səviyyəsində baxırlar ki, 100.000 dollarlıq bir call var, yəni yuxarı proqnoz var, 50.000 dollarlıq aşağı bir put var. Yəni bunu belə göstərim sizə yekun olaraq. Bu cür baxaq. 100.000 dollarlıq bir call verib bizə. Bax məsələn, orada ümumi verilən callların sayı 100.000 dollardır. 50.000 dollar isə aşağı put verir. Yəni bu məsələn orada olan bir müştərilərdir. Bunlar bu cür veriblər. Deyiblər ki, qiymət bu səviyyədən 1 dəqiqə ərzində qalxacaq. 100.000 dollar təxmini orada olan total 100.000 dollar bir bahis var deyək. 50.000 dollar isə aşağı gedəcək deyilən bir bahis var. Və nə edir? Qiymət yuxarı gedəcəksə bu həmin brokera xeyirləmir. Nəyə görə? Bunlar real ticarət eləmirlər deyə hovuz deyilir, biz pool deyirik. Yəni real ticarət eləmirlər, bunlar pool deyil. Hovuzda tradingin hovuz deyilir və ya həmin bu bazarların hovuz deyilir. Orada iştirak eləmirlər. Bunların pulunu əgər qazanırlarsa da çox az bir şeydir. Bunların qazancı əsasən brokerların bunlara verdiyi fee-dən olur. Binary options eləyən insanların. Həmin broker nə edir? Məsələn, görür artıq bundan xeyir eləmirsə, alqoritma bu cür eğitilib çünki artıq qiymət əgər yuxarıdırsa, qiyməti çəkir aşağı. Burada nə olur? 100.000 dollarlıq bir call proqnozu batır. Qiymət aşağı getdi. 50.000 dolları proqnoz qazanır. Və burada 100.000 dollar itirildi. 100 çıxaq 50.000 bərabərdir 50.000 dollar. Vizual olaraq göstərim. 100.000 dollar 50.000 dollar bərabərdir 50.000 dollar bu brokera qalan puldur. Bu da ki, elə buradakı 50.000-dəki növbəti sessiyada batıracaqlar. Yəni qısası gənclər, dalğalanma gedir. Kolları putla batırırlar, putları kolla batırırlar. Yəni bu cür bir şeydir və oradan qazanc əldə edənlər, yəni mən açıq tanımıram. Olan da varsa, yenə deyirəm, qumarbaz psixologiyasına və ya sisteminə gəlir. Çünki qumarda da qazananlar olur. Buna qalsan missidə də qazanan var. Və ya topazda qazananlar olur, topazda əstəğfurullah qazananlar olurdu. Bu
olan bir şeydir. Ancaq ki yəni bizə lazım olan consistency, davamlılıq və yekunda bizə risk idarəsi və həqiqətən real ticarət edə biləcəyimiz bir məkan olmasıdır ki, binary options bunu vermir. Binary options sadəcə olaraq bir kazino məntiqi ilə çalışır ki, hə, 1 dəqiqə ərzində qiymət bundan bura qalxacaq, mən bura qoyuram. Belə fikirləşin, lap at yarışıdır. At yarışı oynayırsınız, o məntiqlə baxaq. Qabağınızda 2 dənə at var, hansı keçəcək deyirsiniz, birinci. Hə, məsələn, bir mavi at var, bir də qırmızı at var. 100 min dolar qırmızı ata yatırılır, 50 min dolar mavi ata. Avtomatik olaraq mavi at keçməlidir ki, artıq oradakı 100 min dolar yansın və bunları bu məntiqlə işləyirlər. Kazino məntiqi ilə ki, hansı ki, qumar məntiqi ilə ki, bunlar insanların pulunu alıb içəridə fırladıb və yekunda heç kimə heç nə vermir. Çünki heç kəs demək olar ki, heç nə qazanmır. Qazanan çox-çox az bir şeydir. Onlara consistency deyil. Sadəcə olaraq bir dəfəlik ya da maks 2 dəfəlik şansa uyğun gəlirsə pul götürən insanları ki, bu brokerlarında heç ödəniş etdiyində ki, yəni ödəmə etdiyində çox eşitməmişəm açığı, yəni ümumiyyətlə qazanan da görməmişəm, nəinki ödəmə etmək. Yəni ola bildiyim qədər heç ödəmə də etmirlər, aldadılar insanları. Yaxşı. O zaman binar opsiyonları ümid edirəm nə olduğunu tam olaraq başa düşdünüz. Elə isə gəlin bunun ikisi binar opsiyonları qumardımı yoxsa yox. Bir də əlavə olaraq bunu vurğulayım, yadımdan çıxmamışkən. Gənclər, bəzi ölkələrdə, yəni dilim ölkələr bu arada yüksək səviyyədə ölkələrdə, Amerika Birləşmiş Ştatları, ABŞ-dir, Avropa Birliyi ölkələrdir. Bunlarda binary options qadağan edilib. Yəni bir düşünə bilərsiniz sizcə ki, yəni bu qədər trilyonluq bir sərmayəsi, trilyonluq bir dövriyyəsi olan ölkələrdə, dövlətlərdə nəyə görə binary opsiyonları qadağan edilir? Yəni, əgər bu düzgün bir işdirsə, bunu da məncə sorğulamaq lazımdır. Heç bir siyasi şey yoxdursa, heç bir belə deyim, siyasi bir məsələ yoxdursa, bunun qadağan edilməsi demək o zaman artıq əxlaqi qaydalara əməl etməməsindəndir. Yəni bu nə deməkdir? Birbaşa olaraq qumar olmasıdır. Bəli, qanuni qumar yerləri var, kazinolar var həmin dövlətlərdə, ancaq yəni bu tipli yerlər birbaşa açıq bazardır. Ən azından o kazinolara giriş müəyyən bir limitdə olsa da, buralara giriş limitli deyil. Hər insan əlinin altına internetə girib hər şey eləyə bilər. Bunu siz dediyim kimi bəzi qumar saytlarından eynidir bunların məntiqi. Eyni işləyirlər. Sadəcə tək fərqi odur ki, həmin qumar saytlarında nəsə uçurdursunuz, nəsə belə deyim, oyun oynayırsınız. Burada isə sadəcə olaraq trade-dən gələn şamı vizuallaşdırıb sizə verirlər. Ümid edirəm burada bir problem qalmadı. Binary options nədir? Binary opsiyonlar nədirlə bağlı. Elə isə keçək digər hissəyə. Binary opsiyonları qumardımı? Bəli. Binary opsiyonlar qumardır. Niyə qumardır? İndi isə gəlin elə onu izah edeyim, birbaşa olaraq başlayaq. Deməli gənclər, əvvəl olaraq mərcəmə prinsipi ilə işləyir. Mərc prinsipi ilə. Bura yazım. Mərc prinsipi nədir? Yəni məsəl üçün bir bitcoin var orada. Siz bitcoinə baxırsınız və deyirsiniz ki, 1 dəqiqə sonra hazırki qiymətinin yuxarıda olacaq və ya aşağıda olacaq. Əgər düz tapsanız pul qazanırsınız. Məsələn 80% gəlir, yenə 80-85% gəlir əldə edirsiniz. Ya səhv desəniz bütün yatırdığınız məbləğ edir. Bu bizə nəyi xatırladır? Əgər aranızda kazino vaxtı ilə və ya kazino ilə məşğul olan varsa və məlumatlı olan varsa bu haqqda, bilir ki, kazino məntiqi də belədir. Heç vaxt qoyduğun məbləğin, risk etdiyin məbləğin üstünü götürə bilmirsən. Ancaq onun bir altını götürə bilirsən. Çünki orada kazino yeri mütləq şəkildə yekunda karı çıxmalıdır. Ya məntiq bu belə işləyir, mərc prinsipi ilə. Qoyduğun məbləğin bir hissəsini götürürsən. Bu da əgər proqnozun doğrudursa, məsələn bitcoin dediyim kimi 1 dəqiqə ərzində qalxacaq deyirsən, qiymət enir. Sən uduzursan. Uduzduğun məbləğ ora qoyduğun bütün məbləğdir. Qazanandısa qazandığın məbləğ ora qoyduğunun 82%-dir. Əvvəl olaraq burada biz nə görürük? Birincisi risk idarə etməsi yoxdur. Və gəlirik nəyə? Risk gəlir nisbətən ədalətsizdir. Bayaq vurguladığım kimi tipik bir binary options ticarətinə baxaq. Tipik dedim yəni bir adicə bir binary optionsa baxa bilərik. Avro dolları və ya bitcoin dediyim kimi siz bunu qazandınız. 100 dolar risk etmişsiniz, 80 dolar gəliriniz oldu. Siz bu zaman nə etdiniz? 80 dolar qazandınızmı? Əslində yox, siz 100 doların qarşılığında 80 dolar aldınız. Bunu belə düşünün. Siz əslində orada 20 dolar itirdiniz. Bəli, məntiqli gəlir ki, bəs necə? Mən axı yekunda balansım artıb olub 10.080 dolar məsəl üçün deyirəm və ya 1080 dolar olub axı balansım necə mən 20 dolar itirdim? Siz risk etdiyiniz məbləğin aşağısını qazandınız. Baxın, ticarətdə belə bir şey var.
risk etdiyindən əgər daha azını alırsansa, bu ticarət deyil, bu qumar. Belə bir qayda var, gedib baxa bilərsiniz. Yəni bu zaman sən qumar da kasın, uduzursan yəni. Mən uduzmağa qumar tərsi bir baxış elədim. Hal-hazırda qumardan danışırıq deyə. Ona görə qumar dedim. Yəni yekunda nədir? Əgər risk etdiyinizdən daha az bir məbləğ, daha az bir fərqi mənfəət alırsınızsa, burada siz qazanmış olmursunuz. Əksinə həmin o fərqi itirmiş olursunuz. Belə düşünün. Adil dayı var. Adil dayı nə etmək istəyir? Ev almaq istəyir, düzdürmü? Adil dayının var əlində, məsələn deyirəm, 50.000 dolları, məsəl üçün. Adil dayı gedir, 50.000 dollar bir ev alır və həmin evi satmağa çalışır, sata bilmir. Niyə? Çünki buna baha veriblər evə, çox bahadan alıb. Və nə edir bu məcbur? 45.000 dollara satır evi. Və burada Adil dayının gəliri sizcə yekunda 45.000 dollar mı oldu, yoxsa 5.000 dollar mı? Yəni daha doğrusu mənfi 5.000 dollar mı? Əlbəttə ki, mənfi 5.000 dollar. Deyəcəksiniz ki, bəs necə olur? Orada biz 100 dollar qalıraq əlimizdə. Əlavə 80 dollar gəlir. Dediyim kimi risk. Risk əlinizdən çıxa biləcək məbləğdir. Yəni bu 50 dollar 55.000 dollar olaraq da geri qayıda bilərdi. 50.000 dollar, 5.000 dollar karda olacaqdı. Məsələ 50.000 dollar riskə atmaqdır. Aydın demək istədiyim. Yəni həmin 50.000 dollar bu riskə atır ev almağının. Həyatda hər şeyin riski var. Düzdür. Daşınmaz əmlak ən aşağı risk olan bir sahədir. Sadəcə olaraq hər kəsin rahat başa düşməsi üçün buradan örnək verirəm. 50.000 dollar siz orada riskə atırsınız əslində. Aldığınız məbləğ riskə atdığınız məbləğdir. Gözdən çıxara bildiyiniz məbləğdir. Fərq etmir. Nə olursa olsun 5 dollar olsun, 5.000, 50.000, nə olursa olsun 500.000 sizin riskinizdir bu. Əgər riskinizdən daha çox siz qazanc əldə etmirsinizsə, mənfəət götürmürsünüzsə, sizin etdiyiniz ticarət deyil, yəni daha doğrusu karlılıq deyil, ziyanlıqdır. Siz burada əslində məsələn Adil dayı necə ki 5.000 dollar mənfiyə getdi və ya atıram 1 il sonra satdı onu 45.000-ə və ya anında satdı. 5.000 dollar necə ki mənfiyə getdi. Burada da siz 100 dollar risk edib 80-85 dollar alırsınızsa, siz təəssüf ki mənfiyə gedirsiniz. Siz əslində qazanmırsınız. Onu vurğulayım. Niyəsində dediyim kimi hal-hazırda izah edirəm. Üçüncü məsələ, bəzi platformalarda manipulyasiya edir. Əslində onu bayaq vurğuladığımdır hamısını. Options'ın brokerları var. Vurğulamayın, X broker olsun, fərq etmir. Ekranda silək bunları. Bir X broker'da belə fikirləşin. X broker'ı kənara bağlıdır. Yəni qapalı bazardır. Bunlar sizin gözünüzə göstərir, məsələn, avro dolları yenə deyirəm və ya Bitcoin atıram, göstərir ən rahat deyə. Bitcoin göstərirsə neçə? 100.000. Aydınmı? 100.000 dollar Bitcoin isə göstərir ekranda. Və yekunda nə olur? Əgər siz 100.000-i gördünüz, siz buradan qalxacağını proqnozlaşdırdınızsa, yenə call açdınız. Call nə idi? Yəni yuxarı qalxacağını proqnozlaşdırdınız. Yenə deyirəm, bu alış-satış deyil. Al-sat etmirsiniz. Sadəcə olaraq mərc oynayırsınız. Bu qalxacağına mən pul qoyuram, düşəcəyinə pul qoyuram. Aydındır? Yekun budur. Mən bunun qalxacağına pul qoyuram. O birisi də deyir ki, mən bunun düşəcəyinə pul qoyuram. Bu qədər. Qalxsa bu birisi qazanır, düşsə o birisi. Okay. 100.000 dollar, düzdürmü? Bitcoin-i məsələn siz qalxacağını proqnozlaşdırdınız. Hə, mən qalxacaq dediniz. Atıram 5 dəqiqə ərzində. Call açdınız. 5 dəqiqə bir call proqnozu verdiniz. Və 5 dəqiqənin sonuna kimi bu qalxmaqda davam edir qiymət. Qiymət qalxır. Çünki çox adam call verib. Aydındır? Qalxır. İnsanları daha çox call əməliyyatı, yəni yuxarı yönlü əməliyyat verməyə, əməliyyatdan qalsın proqnoz verməyə yönləndirir. Bu cür qiymət qalxır. Görürsünüz siz də bunu və sizin kimi orada yüz minlərlə insan bura nə verir? Call əmri. Cığı çox yaxşı yaza bilmədim. Call əmri verirlər. Yəni yüksəliş proqnozlaşdırılır ki, qiymət qalxacaq. Nə olur? Gəlir son 15-20 saniyə qalmış, 5 saniyə qalmış, tak. Düşür aşağı. Çox sərt. Və yaxud ard-arda gələn bunların öz saniyəli falan şamları olur. Şam da demək istəməzdim. Yəni deyirəm, tradingə xələldir bunu deməkməsin də. Bu cür düşür. Və nə olur artıq? İnsanları call proqnoz verməyə dəvət edirlər, vadar edirlər. Daha doğrusu insanlar buna aldanır. Ard-arda pul qoyurlar ora. Qalxacaq, gəlir son saniyələrdə düşür aşağı və sən knockout. Yəni nədir? Ora qoyduğum məbləğdə gedir ki, insanlar ora qoyanda çox vaxtı məbləğlərinin böyük hissəsini, yarısını falan qoyurlar. Oraya yatırdıqları məbləğin ki, güya bunları götürəcəklər, partladacaqlar və s. və ilə axır, amma partladılar. Amma balanslarını partladılar. Təəssüf ki.
Yəni bu cür. Dördüncü məsələ nədir isə real ticarət strategiyası yoxdur. Burada bəlkə də kommentlərə yazacaq olanlar olacaq ki, bəs binar opsiyonlarda mən ticarət analizim var, bu cür analiz edirəm və s. və ilə axır. Analiz edə bilərsən. Hər bir qrafik analiz etmək olur. Analiz həyatda da analiz edirsən. Maşını belə analiz etmək olur. Analiz etmək çətin bir şey deyil. Məsələ həmin analizin gəlmə payıdır. Nədir bu məsələ və yaxud düz doğru olma payı? Baxın. Qiymətin qalxacağını analiz edə bilərsən. Qiymət qalxa bilər. Amma sən zamana qarşı qoya bilməzsən. Yəni bu nə deməkdir? Mən deyə bilmərəm ki, yəni desəm bu fırıldaqçılıq və ya birbaşa olaraq, yəni bir opsiyonda fərqi olmur ki, mən deyə bilmərəm ki, hal-hazırda Nasdaq 22.000-dən bir saat ərzində düşəcək aşağı. Niyə deyə bilmərəm? Çünki zamansal olaraq onun hara gedəcəyi, nə vaxt harda olacağını bilə bilmərəm. Məkansal olaraq bilə bilərəm. Yəni məkansal dediyim nədir? Qiymətsel olaraq. Yəni bunun 21.000-ə düşəcəyini proqnozlaşdıra bilərəm. Ona uyğun hətta short əməliyyatda aça bilərəm. Hal-hazırda trading bazasında danışıram. Və bunu ümumiyyətlə proqnozlaşdırmaq olar ki, 21.000-ə düşəcək. Məsəl üçün deyirəm bu arada, analiz edirəm, görürəm. Ancaq mən bunun hansı zamanda düşəcəyini bilə bilmərəm. Mən yox, mən daxil heç bir insan bilə bilməz. Bilər bir dəfə, maks 2 dəfə. O da təsadüfən dediyim kimi ona qalsa, yəni missidə də qazananlar olur, topazda da qazananlar olur, digər qumarlarda da qazananlar olur. Məsələ konsistensi, davamlılıq olmaqdır. Yəni konsistensi dediyimiz şey davamlıdır. Davamlı bir şey edə bilmirsənsə, demək o şeyin əslində qumardan fərqi yoxdur. Sən onu bilmirsən, sadəcə şansa eləmisən. Belə. Bu məsələn nəyə oxşuyur? Təsadüf nəticəsində, şans nəticəsində bir insanın məsələn topa vurursuz gedib basketbol yerindən keçməsi var. Bəzi challenge-lar olur, baxırsınız ki, YouTube-da qoyurlar. Futbol topu ilə vurub basketbol səbətdən keçirməyə çalışırlar. Oradakı ehtimal nə qədər azdırsa, ehtimal azlığından kastım. Orada əgər təsadüfə uyğun bir şey eləyirlərsə, zaten ehtimalı varsa orada keçməyinə 10.000-ə bir, zaten 10.000 atışdan birinə gəlib keçəcək orada. Bu da elədir. Bunun əgər ehtimalı varsa, məsələn 1000-də 1, 1000 dənə asacaqsan, 1-2-si gəlib tutacaq və bu sənin qazanca yox, əslində sadəcə olaraq itkidəki qazanca verəcəksən. İtkidəki qazanc nədir? 10.000 itirdin, 100 qazandın tipli. Mən 100 qazandım. Yox, sən 100 qazanmadın. Sən 9900 itirdin. Məsələ budur. Bunu təəssüf ki, çox adam dərk edir, amma ümid edirəm bu videodan sonra əksər insana binary options'ın yəni marağı ölər. Ümid edirəm çünki binary options qumardır dediyim kimi niyəsini də sübut elədim. Niyə? Baxın. Yekun digər bir məsələni də sizə deyim. Niyə bəs binary options trading deyil? Bunu da bir daha vurğulayım. Baxın. Tradingdə bizim əmr növlərimiz var. 1 limit əmri, 2 market, 3 də stop limit. Bu əmr növlərimizdir. Limit, market, stop limit. Bunlar da özündə iki yerə bölünür. Buy limit, sell limit, buy market, sell market, buy stop limit, sell stop limit. Yəni yekunda 6 dənə əmr növü var. Belə baxanda. Və bu əmr növlərində hər birinin özündə 2 ədəd nəyi var? Aləti var. Stop loss və take profit. Nədir bunlar? Stop loss, yəni zərər durdur və take profit, yəni kar al. Düzdürmü? Bunların hər birinin içərisində olan buy limit, sell limitin hər bir əmrin daxili 2 dənə alət olur. Stop loss və take profit. Və biz stop loss və take profit vasitəsilə riskimizi tənzimləyə, idarə edə və düzgün ticarətlər yerinə yetirə bilirik. Bu nə deməkdir? Məsələn, baxın, tradingin özündə nə var? Risk reward deyilən bir məsələ var bizdə. Risk reward. Hətta buna risk reward ratio da deyirlər. Yəni bu nə deməkdir? Arar. Ratio burada şey deməkdir, bölünmə deyə bilərik. Risk reward ratio. Yəni nisbət. Arar, düzdürmü? Və arar nədir? Bizim take profitimizin arar sistemi take profitimizin, yəni qazandığımız məbləğin riskimizə, yəni stop lossumuza bölünməsidir. Aydındır? Yəni yekun olaraq budur. Məsələn, biz əgər əməliyyat açmışıq, 200 dollar take profit qoymuşuqsa, 100 dollar stop loss qoymuşuqsa, bizim ararımız 200 bölünsün 100 bərabərdir, 2-yə bərabərdir. Yəni biz artıq 2 ararlıq bir trade açırıq. Bu binary desə necədir? Düz bunlarda take profit, stop loss yoxdur. Bunu mən gətirəcəm qazanc və itkiyə. Bunlar necədir? 85% qazancdır, 100% itki.
Yəni nədir? Arar sistemi 0.85. Yəni bayaq sizə izah elədiyim məsələ. Bir ticarətdə və ya fərqlənmə hər hansı bir yatırımda siz əgər risk etdiyiniz məbləğin daha çoxunu götürmürsünüzsə, siz itkilənsiz deməkdir. Qazancda deyilsiniz. Yəni bunu birbaşa anlamaq lazımdır və bu da əslində binary optionsda heç kəsin demək olar ki, qazanmadığına gətirib çıxarır. Məsələ budur. Və ümid edirəm bu videodan sonra çox insana aydınlanar binary options'ın niyə qumar olduğunu, binary options'ı bilməyənlərə bilər nə olduğunu və daha sonra niyə qumar olduğunu, nəyə görə tradingin eyni olmadığını başa düşər. Baxın uşaqlar, binary options trading deyil. Bunu anlamalıyıq biz. Binary options trading deyil. Biz əgər binary options'a trading qəbul etsək, trading qumardır deyən insanları haqlı çıxarmış olacağıq. Və məncə tradinglə məşğul olan, düzgün ticarət eləyən heç bir kəs qumarbaz olmaq istəməz. Qumarbaz adına sahib olmaq istəməz. Yəni ona görə biz bunu bilməliyik ki, binary opsiyonları trading deyil, sadəcə olaraq bir maliyyə aracıdır. Maliyyə deməzdim, qumarın bir növüdür. Bunu da tradingdəki şamlar vizuallaşdırması vasitəsilə sadəcə olaraq bizim telefonlarımız, bizim evlərimizə qədər, hətta əlimizdəki telefon qədər gətirib çıxarıblar. Bu, dediyim kimi, təəssüf ki, qumardır və dövrün bəlasıdır deyərdim. Trading adı altında verilən bir dövrün bəlasıdır. Buna uymayın. Çalışın, binary opsiyonlardan uzaq durun. Qumardır, qumar oynamaq istəyirsinizsə buyura bilərsiniz. Amma əgər həqiqətən real ticarət eləmək istəyirsinizsə, tradingin nə olduğunu öyrənin. Əgər trade sahəsinə girmək istəyirsinizsə. Bunu unutmayın, binary opsiyonlar qumardır. Binary opsiyonları trading növü deyil və tradingdə qumar deyil. Bunu aydınlaşdırdığımı ümid edirəm. Hər kəsə xoş günlər. Nəsə suallarınız olarsa kommentdə bildirməyi unutmayın. Mən Mətin Arslan. Öyrənmədə qalın.